Salam hörmətli izləyicilərimiz. Binəqədi mərkəzə yaxın bir yerdə, yola 100 metr məsafədə olan bir yeni evimiz var. Bir otaqlı evimiz var. Gəlin sizi yaxından tanışayım. Evimizin giriş hissəsidir bura. Gördüyünüz kimi. Evimizin həyəti bu qədər. Rahat bir dənə stol qoyub, yəni əyləşmək kifayət edir. Daha sonra evimizin belə bir qlodovkası var. Yəni həm kombi üçün, həm pitvinska üçün yerdir, həm balaca bir əşyaları yerləşdirmək olar. Qlodovka. Gəlin də evimizi yaxından tanış edək. Bura evimizin giriş hissəsidir. Gördüyünüz kimi mətbəx üçün əlverişlidir. Mətbəximiz buradır. Baxın, yeni remontda evimiz. Hər bir şey, yəni yüksək səviyyədə remontu gördüyünüz kimi aboylara qədər yaxşıdır. Qapıya da baxın. Yəni, bura hamam tuvalet, sanuzəldir, yaxından çək. Yəni, çox xudmani, qəşəng bir evimizdir. Yəni, balaca ev arzusunda olanlar üçündür bura. Baxın, bura da evimizin yataq otağıdır. Həm yataq otağı, həm qolaq otağı qarışır. Gördüyünüz kimi necə genişdir. Yeni remontdur. Gördüyünüz kimi işıqlar da çək. Sinema işıqlar. Gördüyünüz kimi, yəni əşyalı hal-hazırda otağın böyüklüyündə görürsünüz. Pəncərələr də öz həyətinə açılır. Balaca bir divar, yəni zabordan ara məsafəsi var. Nəmişlik üçün yaxşıdır. İlk-üstəki dəmir reşotkası var pəncərələrində. Evimiz kombi sistemi ilə təchiz olunub. Gördüyünüz kimi göstərək. Kombidir yəni evimizdə də. Qiymətlə bağlı, evimizlə bağlı kimin nə əlavə sualı olarsa, aşağıdakı nömrəmizə və ya direktə yazıb məlumat ala bilər. Evimiz Sentralniyə yaxın, mərkəzi yolla 100 metr məsafədə yerləşir. Kimin də əlavə sualı olarsa bizlə əlaqə saxlaya bilər. Sağ olun.